Hello guys, salam əziz dostlar. Biz bu günlər sizlərlə həvəz qaydasını keçirik. Həvəz qaydası bir çox uşaqlar qarışdırır, amma bunu qarışdırmamaq üçün bunları tam bilməyimiz və bunlar üzərində çoxlu testlər işləməliyik ki, bu qaydanı tam mənimsəyək. Have, has, vardır deməkdir. He-də, she-də, it-də, has, we-də, you-da, they-də və I-da have gedir. Yəni, he has, she has, it has. We have, you have, they have, and I have. İndi isə gəlin have got və has got'un, yəni bayaq sizə öyrətdiyim qaydanın testlərinə baxaq. Burada birinci suala baxırıq. Her sister boşluq verir və a doll yazılır. Her sister she deməkdir. She-də nə gedirdi? Has gedirdi. She has a doll, yəni her sister has a doll. I-da nə gedirdi? Have gedirdi və ona əsasən gəlin cümləni quraq. I have a red pencil. The boys cəm halda. Cəm hal olaraq da biz həmişə have götürürük. The boys have a football. Dördüncü suala baxırıq. He-də nə gedirdi? Has gedirdi. He has a blue hat. 5-ə baxırıq. 5-də they verir. Z-də nə gedirdi? Əlbəttə ki, have gedirdi. They have a new school bags. Belə olaraq biz sualları tamamlayırıq və düzgün cavabı alırıq. Məni dinlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Dostlar, mən burada 16 sualdan 5 sualı sizə izah verdim və digər qalanlarını isə dəftərdə yazılı şəkildə sizə göstərəcəm. Məncə bu sizə daha çox faydalı ola bilər. Bu gördüyünüz testin doğru cavabları da siz də yazı bitirdikdən sonra buradan yoxlaya bilərsiniz. Sağ olun, görüşəndək. Bye bye, see you later.